günündən sərnişinlər Sumqayıtdan birbaşa metronun Azadlıq prospekti stansiyasına gedə biləcəklər. Paytaxtdakı Azadlıq prospekti metro stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilib. Sumqayıt şəhərindən çıxırıq, gəlirik Corat qəsəbəsi, Novxanı bağları, Novxanı kəndi, Binəqədi ərazisindən keçirik Pasyolka Kirov Azadlıq metrosuna. Bir gündən başlamışıq. Yəni cəmaət üçün də xoşdur, milən sevinir ki, rahat gedirik, gəlirik. Tələbatdır da, yavaş-yavaş düzələr inşallah. Metroya görə tələbat çoxdur, var tələbat. Belə deyək də, bu 4-cü abarotdur, 4-cü abaroda gedirik. Gediş haqqı Sumqayıtdan Azadlıq metrosundan 80 qəpikdir. Bəs hansı marşrutlar üzrə 60 qəpikdən artıq? Belə deyək də, Novxandan Azadlığa 60 qəpikdir. Belə yaxın məsafədən Mintüş 50 qəpikdir. Yerüstü Nəqliyyat Agentliyindən Xəzər xəbərə verilən məlumata görə Sumqayıtdan Azadlıq prospekti metro stansiyası istiqamətində fəaliyyət göstərən 123 nömrəli müntəzəm marşrut xəttidir. Azadlıq prospekti stansiyasını Sumqayıt şəhərinin Sürk küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti bugündən sərnişinlərin istifadəsinə verilib. Qeyd edək ki, marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək. O da bildirilib ki, avtobuslar arası interval 8 dəqiqə təşkil edir. Minaya Zamanova, Vüsal Cəfərov, Xəzər xəbər.